Zilhiccə ayını yaşayırıq, bərəkətli aydır, eyni zamanda da həcc ayıdır. Haram ayların siyahısındadır, 4 aydan biridir. Rəsul-i Əkrəm buyurur, Peyğəmbərimiz bu 10 günlükdə edilən ibadət və əməllər çox fəzilətlidir. Bu günlərdə etdiyimiz ibadətlər daha üstün qəbul edilir Allah qatında. Və namazı var bu 10 günlərin. İnşallah deyim, namazı qıla bilənlər qılsınlar. Hər gün şam namazından sonra qılınır, şamla xiftan arasında 10 gün içərisində, 10 gecədə. 2 rükətdir namaz. Birinci rükətdə Fatihə, İxlas, İxlasdan sonra Əraf surəsi 142-ci ayə. İkinci rükətdə Fatihə, İxlas, Əraf surəsi 142-ci ayə. Sübh namazı kimi niyyət, amma bu gecənin namazını qılıram, 10 gün. İmam Sadiq ağa deyir ki, atam bunu dedi, bu namazı qılın. Kim bu namazı qılsa, hacıların savabına şərikdir. Da nə gedə bilməmsən də bu il. Hacıların savabına nəsən? Şəriksən bu namazla. Və oruç tutmaq da tövsiyə olunub. Zilhiccə ayının ilk 9 günüdür. 10-cu gün ki, gəlir düşür Qurbana, Qurban bayramı oruç tutmaq olmaz. Amma 9 günlük oruç tutmaq tövsiyə olunub. İmam Kazım əleyhissalamdandır. Buyurur, kim bu 9 günü oruç tutsa, Allah ona bir ömrün orucunun savabını verər. Bir ömrün orucun savabını verər. Bax bu məsələ. Bir də Fəcr surəsini oxumaq tövsiyə olunub. 10 günlükdə.